Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Fransa, Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını araşdırır. Kəşfiyyatdan açıqlama. İndi isə daha ətraflı. Dekabrın 1-də İran telekommunikasiya şirkətinin Həmədan və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eləmi keçiriblər. Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb. Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqların pozulmasına etirazlarını bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir. Dünən dekabrın 1-i səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 97-ci dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında 1300-dən çox məhbus edam edilib. Tehranın Evin həbsxanasının 209 saylı təhlükəsizlik bölməsində saxlanan milli fəallar Abbas Lisani və Əli Xeyircu ailələri ilə telefon əlaqəsi saxlayıblar. Bununla bağlı adı çəkilən fəalların yaxınları məlumat yayıb. Bildirilib ki, adı çəkilən fəallar qısa telefon danışığı zamanı sağlıq durumlarında problem olmadığını deyiblər. Abbas Lisani və Əli Xeyirci ilə eyni vaxtda həbs edilən və eyni bölmədə saxlanılan Behzad Dəşti və Yusif Karinin isə bu müddət ərzində ailələri ilə danışmalarına icazə verilməyib. Xatırladaq ki, Abbas Lisani, Əli Xeyirci, Behzad Dəşti və Yusif Kari noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq eyləmi keçirən Azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq eyləm keçirdikləri vaxt həbs ediliblər. Qeyd edək ki, Tahir Nəqəbi və Vədud Əsədi bir aydan çoxdur ki, barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq eyləmi keçirirlər. İranın Babol şəhərinin həbsxanasında Ümid Cahani adlı məhbus intihar edib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə, xəstəxana həkimləri özünə qəsd edən məhbusun həyatının xilas edilməsi üçün tədbir görmədiklərinə görə o həyatını itirib. Bildirilib ki, Ümid Cahani barəsində irəli sürülən işə yenidən baxılması tələbinin rədd edildiyinə, həbsxana rəhbərliyinin təzyiqlərinə etiraz olaraq intihar edib. Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının məlumatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub. Bunlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb. Bugün ABŞ Dövlət Departamenti BMT-nin 3-cü komitəsinin İran İslam Respublikasında İnsan Haqlarının Vəziyyəti adlı qətnaməsinin qəbul edilməsini alqışlayan bəyanat yayıb. Bununla bağlı Dövlət Departamentinin X sosial şəbəkəsində paylaşım edilib. ABŞ 78 digər ölkə ilə birlikdə İran diktaturasının vətəndaşlarına qarşı misilsiz repressiyalarına və geniş yayılmış edam cəzalarına diqqət yetirmək və pisləmək üçün bu qətnaməyə səs verib, deyə bəyanatda vurğulanıb. ABŞ Dövlət Departamenti bu dəstəyi Birləşmiş Ştatların İran xalqının yanında olmaq üçün uzunmüddətli öhdəliyinin əksi kimi xarakterizə edib. Xəbərlərimiz davam edir. Fransa, Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını axtarmağa davam edir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib. Qurum, Fransanın silahlı münaqişə vəziyyətində olan 3-cü ölkəyə yardım göstərmək üçün özəl hərbi şirkətlərin istifadəsinə icazə verən 2025-1030 nömrəli hökumət qərarına diqqət çəkib. Qeyd olunub ki, Ukraynanın mobil hava hücumundan müdafiə qrupları və onun sahib olduğu bir neçə F-16 təyyarəsi Rusiya hava hədəfləri ilə mübarizə apara bilmir. Miraj və digər texnikanın mənimsənilməsi vaxt və yüksək ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Kiyevin müasir qərb, əsasən Fransa silahları ilə təchiz olunmuş xarici özəl hərbi şirkətlərə ehtiyacı olacaq. Qərb özəl hərbi şirkətləri bu problemləri həll etmək üçün istifadə edilə bilər. Lakin onların iştirakı Moskva tərəfindən Fransanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı kimi qəbul ediləcək, deyə SVR-in məlumatında bildirilib. Trumpın planı Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsasdır. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Trampın planı öncə Qərb mətbuatında yayılan plan 28 maddədən ibarət olub. Planın müddəaları ictimaiyyətə sızdırıldıqdan sonra Ukrayna və Avropa tərəfindən kəskin tənqid olunub. Cenevrədə Vaşinqton və Kiyev rəsmilərinin danışıqlarından sonra Trampın planının 28 maddədən 19 maddəyə qədər azaldıldığı, Ukraynanın NATO-ya üzvlüyü, Ukrayna ordusunun sayı və Ukrayna ərazisi ilə bağlı müddəaların çıxarılması barədə məlumat yayılıb. Rəsmi Moskva Tramp planının rəsmi şəkildə Rusiyaya təqdim edilmədiyini açıqlayıb. Bildirilib ki, qeyri-rəsmi kanallar vasitəsilə plan Moskvaya təqdim olunub. Bununla belə Rusiya Trampın planını Ukraynada sülh üçün əsas olduğunu bəyan edib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.